Salam değerli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə bütün əşyalarla satılan 3 mərtəbəli həyət evi çəkib təqdim edirəm. Çəkişə başlamışıq evimizin 3-cü mərtəbəsindən. Bura bizdə dəhliz, başlayaq otaqlardan. Evimizin birinci otağıdır. Evimiz qoşadaş, ara mərtəbələri beton monolitdir. Bu da ki, ikinci otağı. Burada eyvan. Yani evi iki eyvanı var. Yerleşim yeri Masazır qəsəbəsində ikinci Arazı marketin arxasında yola yaxın. Yəni əla evdir. Həqiqətən də zakaza tikilən evdir. Yəni sifarişlə tikilib. Bu da ki üçüncü otaq. Evimiz kombi sistemindən qızdırılır. Bir daha sizə göstərim mən. Bax, belə bir evdir. Burada üçüncü mərtəbədə hamamla ayaq yolsu, qaz, işıq, su daimidir. Evimizin sənədi kupçadır. Yəni kimə dövlət ipoteka ilə pul ayırsa bu evi ipoteka şərti ilə götürə bilər. Bura ikinci mərtəbə. Evimizin ikinci mərtəbəsi. İndi çöldən də çıxıb sizə göstərəcəm. Burada qonaq otağıdır. Tək bir də elektronika götürür. Qalan nə əşya varsa qalır. Bu da ki ikinci mərtəbədə olan eyvanıdır. Yəni dayanacaqdan evə qədər asfaltdır. Bu da ki mətbəxidir. Yəni metlaq hissələr bir daha qeyd edirəm. İstipoldur. İkinci mərtəbədə olan hamamla ayaq yolsu. Bütün aksiyonlar var. Yaşayışlı evdir. Sadəcə qərara gəliblər ki satsınlar. Bu da ki evimizin birinci mərtəbəsi. Burada birinci mərtəbədir. Yəni burada da yay mətbəxi düzəldə bilərsiniz. Yəni evin obyekti də var. İndi sizə çöldən də göstərəcəm. Burada plastik qapıda, arxasındakı jaluzi. Onu da sizə göstərəcəm indi. Çöldən də göstərəcəm. Bu da evimizin həyəti. Bax, belə bir həyətdir. Və evimiz. 3 mərtəbəli həyət evi. Yəni çıxaq çöldən də sizə göstərim. Bu da ki evimiz. Buradan da göstərim sizə. Düz asfalt yoldur. Bu da obyekti. Sənəd kupçadır. Qiymət də ki 145.000 manat. Kim alsa Allah xeyir versin.